Sual veririk, Şeyx Ələvi kimdir? Sələfi alim, bəli, Şeyx Ələvi rahimehullah dünyasını dəyişib. ورسول الله صلى الله عليه وسلم يقول كل بدعة ضلالة. 6 alim kimdir 6 alim deyən? Mesela Abdullah Bukhari, Şeyh Behmuz nedir o? Bezmul. Sonra Ubeyd Cəbri, sonra Şeyh Rabi ve Şeyh Rabi'nin yanında olan onu dəstəkləyən şeyxlər. Bu hamısı cəhil eləyib onu. Onlar hamısı bir dəstədə yerigen, başqa kim var? Onlar hamısı bir dəstədə yerigen, başqa kim var? وأنا جاد في هذا نذرا علي لله عز وجل، نذرا علي لله عز وجل أن تضرب عنق بشار بهذا. اللي يريد أن يشتري هذا شرطنا أن يعيرنا إياه، أن يعيرنا إياه لنضرب به عنقه. ورب السماء والأرض لتكون مشكلة كبيرة في سوريا بعد السقوط، وهي من الذي سيضرب عنقه؟ أهل حمص، أهل الوفاء والصفاء وعاصمة الثورة، أم أهل درعا درع الثورة، أم أهل دمشق مدد الثورة معرفها في مثل هذه المواقف؟ الحقيقة كنت أظن أن القضية رمزية أكثر منها بيع وشراء، ليعرف المسلمون كم هي الأموال رخيصة في سبيل نصرة إخوانهم في سوريا بقراها ومدنها وريفها ومحافظاتها، جراء ما يلاقون من بلاء ودماء وأشلاء. لكن بعد كلام فضيلة الشيخ خرجت القضية عن أن تكون قضية رمزية لتصبح قضية حقيقية لها أبعادها ولها آثارها ولها مآلاتها. ومن باب الفقه يا فضيلة الشيخ، أنت نذرت نذرا، ومن نذر لله حق عليه أن يوفيه، لكن إذا لم تستطع وفاءه فالفتيا موجودة والحمد لله، ولا يكلف الله نفسا إلا وسعها. لا نذر علي، ما أرى الله إلا أن يوفي بنذري. الله أكبر، الله إن لم أكن فهناك. Məsələn, az öncə dediyimiz kimi Hələbi məsələsi. Biz ona izah eləməyə çalışdıq ki, yəni məsələ belə deyil əslində. Məsələ budur, adamın özünə qarşı bəraətləri var, sözləri var, çıxışları var.
يقول ما رأيك في الشيخ محمد حسان وأهل الحويني عالم حديث جزاك الله خيرا؟ نقول نعم. أما الشيخ محمد حسان فهو من أفاضل الدعاة السلفيين في هذا العصر، وقد نفع الله به نفعا عظيما، وكذلك الشيخ أبو إسحاق الحويني وهو أيضا من أهل الحديث المشهورين في هذا الزمان، وقد شهد له شيخنا الشيخ الألباني في سلسلة الحديث الصحيحة مع ذكر اثنين آخرين بأنهم من الأقوياء في هذا العلم. فإذا شهد للشيخ أبي إسحاق شيخ الأمة وشيخ أهل الحديث في هذا الزمن فما عسى مثلي أن يقول. عليكم السلام ورحمة الله وبركاته. Abu İshaq Al-Huveyni Misirli dəvətçidir. Bunun barəsində əlbəttə sələf mənhəcində olmayan bir kimsədir. Sələf mənhəcindən uzaq bir kimsədir və elm götürüləsi, faydalanısı bir kimsə deyil. Nə üçün? Çünki insan böyük, əsas yəni ki, alimlərin ona tənqid etdiyi məsələlər ki, böyük günah sahibini böyük günahda israr edən kimsəni təkfir edir. Yəni, bu da artıq xavariclikdir, təkfirçilikdir. Böyük günahda israr edəni, yəni, sanki, belə deyək ki, xavaricilərin əsl qaydasından fərqləndiyi odur ki, xavaricilər birbaşa təkfir edirlər böyük günah sahibini. Bu isə deyir ki, yox, əgər israr eləyərsə böyük günahda, onda təkfir olunur. Və bu da alimlər tərəfindən ona tənqid olunan məsələdir və bundan da qayıtdığı, bundan da tövbə etdiyini görməmişəm, bilmirəm və yəni bu da ki, onun ən böyük problemidir ki, bu da ki, xavariclikdir. Bu da xavariclikdir. Və sonra o Muhammed Hassanı tərifləyir, Muhammed Hassanı müdafiə edir. O Muhammed Hassan ki, Misirdə mitinqlərə və insanları dövlətə qarşı çıxmağa həvəsləndirən bir kimsə idi. Onları dövlətə qarşı çıxmağa həvəsləndirən, onları mitinqlər keçirməyə, insanları mitinqlər keçirməyə şücaətləndirən bir kimsədir. Və onu müdafiə edir. Və həmçinin onun tələbələrini, onun dəvətçiləri ilə özüm görmüşəm, onun cəmaatını, onun yanında olan adamları özüm görmüşəm ki, onların özü də yəni sələfi şeyxlərə qarşı, hansı ki, Saudiyada olan sələfi şeyxlərə qarşı doğru münasibət bəsləmirlər və sələf mənhəcindən uzaq bir adamlardır onlar.